Son dövrlərdə dönərdən zəhərlənmə halları günü-gündən artır və xüsusilə də bu kimi hallar daha çox azyaşlılarda daha təhlükəli nəticələrlə sonlanır. Burada əsas məqsəd istifadə olunan qida məhsullarının, xüsusilə də ətlərin keyfiyyətsiz, ucuz, xəstə heyvan ətlərindən istifadə olunması ilə yanaşı, eyni zamanda onun saxlama şəraitinin də düzgün olmamasından qaynaqlanır. Çünki əksər hallarda bildiyimiz kimi ət daha yüksək temperaturda saxlanıldıqda tərkibindəki bakteriya və mikroorqanizmlərin çoxalması üçün uyğun şərait yaranır və eyni zamanda da bəzən sanitar gigiyena normalarına, qaydalarına əməl etmədən hazırlanır ki, bu məhsullar. Belə olan halda həm fiziki çirklənmə, həm kimyəvi çirklənməyə məruz qalır ki, belə qidaları qəbul edən insanlarda həzm sisteminin pozulması, eyni zamanda zəhərlənmə ilə nəticələnir və xüsusilə də bu qidalarda istifadə olunan sintetik mənşəli mononatrium glutamat maddəsi var ki, el arasında Çin duzu kimi tanınan. Bu məhsuldan da, bu duzdan da istifadə olunduqda insanlar arasında həmin qida dadlı olmasa belə asıllıq yaradır və belə qidalardan davamlı istifadə etmək istəyirlər ki, bu da 20 yaşa qədər orqanizmdə daha çox özünü göstərir. Çünki yeniyetmələrə, gənclərə, az yaşlılara bu kimi qidaları verdikdə ağızda ənənəvi dad reseptorları pozulduğu üçün davamlı olaraq bu kimi qidalara tələbat olur. Ancaq belə qidalar təbii ki, qəbul edən insanlarda insan orqanizmdə hər hansı bir qidalılıq dəyəri olmayan, vitamin və mineral dəyəri olmayan qidaları qəbul etdikdə inkişaf prosesi də düzgün getmir. Xüsusilə də dönərin yanında istifadə olunan ketçup və mayonezlər var ki, bunlar bəzən istehsal tarixi, son istifadə müddəti bilinmir. Çünki böyük qablarda istifadə edirlər və bu da dönər bişirilən yerdə isti şəraitdə açıq şəkildə saxlanılır ki, o zaman onların tərkibində də artıq dəyişikliyə məruz qalır ki, bu məhsullar da zəhərlənməyə səbəb ola bilər və istifadə olunan göyərtilər, tərəvəzlər var ki, təmiz yuyulmadıqda və eyni zamanda işçi heyətin mütəmadi olaraq sanitar gigiyena qaydalarına əməl etməməsi, tibbi müayinədən keçməməsi belə qidalar hazırlanarkən müəyyən sağlamlıq problemlərinə gətirib çıxardır ki, mütləq şəkildə əl üstü, yol kənarında satılan, mənşəyi bəlli olmayan qidalardan birmənalı şəkildə uzaq durmaq lazımdır və eyni zamanda dönər satılan məkanlarda vaxtı-vaxtında dezinfeksiya işləri və eyni zamanda həşəratlara, gəmiricilərə qarşı mütəmadi olaraq profilaktik işlər aparılmadıqda belə onlardan belə hər hansı bir yoluxma riski və yaxud onların qidanı çirkləndirməsi nəticəsində zəhərlənmə hallarının baş verməsi də baş verir ki, ona görə mütləq alınan məhsulların mənşəyinə, satılan yerin təmiz olub olmamasına və eyni zamanda da satıcının qida ilə bağlı təmasında əlcəkdən istifadə etməsi və əllərinin təmiz olmasına diqqət etmək lazımdır ki, belə xoşagəlməz hallar yaşanmasın.